Ay bu ne bitti, bu ne zulümdü. Ay oksigen oldusu, bu ne burundu. Ay sözüme kulağız hamı sevilsin. Kurban olurum evlenme neslin casılsın. Kurban olurum evlenme neslin casılsın. Qaqa, qadından qorxmaq lazımdır. Biraz kişi oluyor, özünü kişi kimi apar. Nasıl tez evlənmisən? Qadından qorxmaq lazım deyil. Ona hörmət eləmək lazım. Bax, misal üçün mən bu günlər evə gəlməyəcəm. Bax, evdən gedirəm, evə gəlməyəcəm. Qadından qorxmaq lazım deyil. Qadına hörmət eləmək lazımdır. Həyatım, deməli, bunu verirsən mamama, bunu verirsən mamama. Bu da sənin. Mən bu günlər evə gəlməyəcəm. Qadına hörmət eləmək lazımdır. Qaqa, qorxmaq lazım deyil. Altuğ ne tersen kaka? Sağ olun, sən nə tərsən? Eşim yok evde. Yok. Uşaklar anın. Yoxdular. Biz komandır anın. Nəfəskilə gedib. Gitti vurmağa. Qəşək. Bomba kimi hava var. Gedək xəncəllə var. Hə gel. Niye? Hə? Hava gələcəklər. Sabah. Hə də boyun yeri soxun. Sərcəli yesər də gedək vura. Bir saate qaydırıqdır ha. Nədən qorxursun? Gələ bilmirəm, niyə gələ? Niye? Bu ne de? Ay çıdarını var səni. Kaka. Piçine sitleri kimi kaka güneter bağlayıplar. Oy. Oradan bir pirinç tortu al sadece. Hə yaxşı kaka yaxşı. Allah kimi. Belə yerdə şair yaxşı deyir. Deyir ki, sevgi bağında bir gül olsaydım. Sevgi bağında bir gül olsaydım. Gül... İsmail nətər deyirdi? O şeir, sevgi bağında şeiri var ya. Əgər kimsə deyirsə, evlənəndən sonra evdən çıxanda icazə alırsan, hamısı boş-boş şeylər. Təməl necə qurdulsa elə gedir. Misal üçün mən ev nədir? Kuxnadan da çıxanda icazə alıram qaqa. 50 meymun olmuşam qaqa. Altun, təsəvvür elə ki, dənizdə qaynananla qaynatan boğulur da. Birinci hansını xilas eləyərsən? Balıkları. Sən sənə. Altun salam. Salam. Necəsən? Sağ olun, sağ ol, sən nə tərsən? Evdə kim var? Heç kim. Komandir də yoxdur. Yox, subayçılıq nədir ki? Qaqan sən qəşək qonaq versin. Yox, mən gel. İncimə məndən, mən gedəmmərəm qardaş. Sənlə maksimum gəbəri. Maksimum sənlə, bax, burada. Həyətin ortasında otursam, var çay içə bilərəm, qaqa. Niyə komandir də yoxdur? Gedək vuraq da. Qorxuram, qaqa. Niyə? Buna bax. Bu nədir ha? Komandir məni ev tutaq eləyib bütün balastı. Ən uzaq məsafəm 16 metrdir. Darvazadan çölə çıxamıram. Allah köməyin olsun. Ay Altun, bu ev varını almısan? O əmlakçı Nihat yoxdur Novxanda. Hə. Ondan almışam. Bütün balastı bir ucuz evlər satır. Bir ucuz evlər satır. Gəl elə mənə qonşu ol, qurban olsun. Nömrəsini də görən, nömrəsini də görən. 055 216 06 68. Mənə qonşu ol, olsa evdən çölə çıxamıram. Ha, yaxşı. Yadımdadır, təxminən 2018-ci, 2019-cu illər idi, təxminən 5-6 il bundan qabaq. Ham mənə lağ eləyirdi, itibar bilmirdi, işləyə bilmirdi. Onda saqqız almağa cəzində pulum yox idi. Ancaq büdrəmədim, yıxılmadım, əzilmədim. Əzimlə çalışdım, vuruşdum və artıq 2024-cü il. Bəhrəsin görməyinin vaxtı. Altun, sana bir sual vereceğim ama kişi kimi cevap ver. 1 milyon dolar elə bir yerdən pul tapırsan. Nə qayırarsan o pulu? Yardım edərəm qaqa. Kasıb ailələrə, nə bilim imkanı olmayan, həm uşaq evinə gedərəm, ocalar evinə gedərəm. Nə bilim. Altun, özün ol qaqa. Bütün balastı qaqa yeyib talayaram. Bütün balastı yeyib. Buraya da. Od yağır, yalo yağır. Məsələn sənə. Dəhşət isti deyirsən. Ay danışma, sizdən danışma. Çöldə bir dənə qar yağır bu qar. Qarda sən. Demirsən sizdən danışma. Çalışın, gənclikdə buraxdığınız səhvləri Nərimanovda buraxmayın. Yaxın gəl. Son dəqiqə aldığımız məlumata görə Novxanıda bax bu gördüyünüz torpaq sahəsi satışdadır. Bu torpaq sahəsini əldə etmək üçün altdan qeyd elədiyim səhifə Eren Əmlaka daxil olaraq oradakı nömrələrlə əlaqə saxlayıb mən ağzıma gələn danışıram. Gir altdakı səhifəyə torpaq sahəsini Novxanıda almaq istəyirsənsə Eren Əmlaka gir al. Gül kimi torpaq. Nə sotdu bura? 10 sot. Hə? 10 sot. Amma Nərimanovda buraxma o səhifə. Deməli dostlar,
Bu günləri gəlmişik Brügge pub'a. Sırf gəlmişik filin xortumun yiyəcəyik dostlar. Yəni and olsun Allaha indiyənə qədər yeməmişik. Yəni bu günləri, yəni bunu bir yerdə qardaşlar yeyəcəyik, dadına baxacağıq, görəcəyik nətərdir dostlar. İndi hal-hazırda birinci səfər yeyirəm, biraz axırda mən sizə deyəcəm məsləhətdir yoxsa yox, nətərdir. Yəni buna bax. Filin xortumun birinci səfər yeyəcəyik. Bir de tam verdim ya, bir dakika. Dostlar, elə bir şey, eşeğin şeyin tamı gəlir, palanın tamı gəlir. Elə məsləhət deyil. Amma Brügge pub məsləhətdir. Hamını dəvət edirəm bura. Yine sizi Ne diyorsun ya? ya da sandım ayma Ne diyorsun eşit buraya? abad olmuş Ne diyorsun? Deyirəm qıza bax, qıza. Fatiha. Qəfildə mahnı əsər dayandı saat. Qızın da sevgilisi eşitdi. Bismillahirrahmanirrahim. Elhamdülillah. Baba oradan bir çay ver. Ve deme. Ya kanabidu ve ya Yorum sahibi yazıb ki, bu qədər pul səndə hardandır? Hər həftə bir Mercedes alırsan. Əziz qardaş, demək istəyirəm ki, Paçkası 12 manat 50 qəpiyə Bravo marketlərdə doludur. Salam aleykum. Allah səni qorusun. Alto. Sen futboldan başın çıxıb pul koymak istedim. Sen de ne gələr? Qaqa, yuxumda görmüşəm. 5-0 Fransa olacaq. Ha Bambalı Hollandiya oynayır. Valla 5-0 Hollandiya olacaq. Əgər 5-0 Hollandiya olmasa, bax Brügge pub'da, bax bir belə millətin içində söz verirəm. Çıxıb qapının altında it kimi uluyacaq. Ha yaxşı ula. Uluyuram da qurban olum. Yaxşı ula belə yox. Nə yazıb? Altun müəllim, qaça vura bilərsən? Bir dəqiqə. Altun müəllim olaraq bizim bacarmadığımız iş yoxdur. Yorumlara yazın, eləyək. Aman üstüdə, bu qədər tərsən başına. Sağ ol sen tersin. Qurban olum, mən sındır da nə olar. Sındırım? Hə. He senin ben lişni Oo, mən niyə söydüm o? demeden hemen sındır. Quluncumu dedim, mega sındır. He denen kuluncumu sındır lan. Ha Baba, dersen ben. o axırın söydüyün söyüş nə idi? Oo, yaman dərin gedir o ha. De görün balası, söhbət eləyəcək. De görün bir. Ata, mən bu gündən özümə söz verdim. Bu gündən sonra mən sizi qoymayacağam. Bax bu şəraitsiz, bu söküntü, töküntü daxmada qalasınız. Söz verdim. Hava olsun oğul. Ben bilirdim ki sen böyüyəndə belə bir ləyaqlı ovda dolaşsan, bize qoymarsan belə bu şəraitsiz yerdə yaşayaq. Sən Hara ağzının götürürsən danışığım nə? Hara götürdürsən nədir? Deyirəm qoymayacağım sizi burada qalasınız. Qaynatam icazə vermir. Başa düşmürsən sən. Deyir ki, ya ikiniz qalasınız, ya dədənin ənəqi də qov oradan. Çıxın, durun çıxın çölə. Pis sənin yolları. Dəvət kimi hara tüpürürsən. Deyirəm qoymayacağım da çıx da.